Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Dəyərli müsəlmanlar, hər birinizi zülmətdən nura verilişindən salamlayıram. Sizlərə xoş ovqat arzu edirəm. Həzrəti Peyğəmbərimizdən belə bir hədis nəql edirlər ki, o həzrət buyurub: "Ənə mədinətül ilm və aliyyun babuha. Mən ərada ilmən fəlyətil babə." Mən ki, Peyğəmbər buyurub, mən ki elmin şəhəriyəm, əli onun qapısıdır. Belə deyək də, şəhərə daxil olmaq istəyən qapıdan gəlsin. Bəli, əzizlər, bu günləri Həzrəti Əli yolu ilə getmək bir növ Peyğəmbər yolu ilə getməkdir. İnşallah Allah bizləri bu yoldan ayrı salmasın. Keçən verilişimizdə İslami bilic qaynaqları barəsində danışırdıq və ustadımız icma barəsində danışdı ki, bu günləri onun ardını inşallah danışacaq. Studiyamızın qonağı Höccətül İslam Elvin Əzimovdur. Salam aleykum ustad, xoş gəlmisiniz. Və aleykumussalam və rəhmətullahi tibər müəllim, xoş gördük sizi. Əziz izləyicilər də salamlayırıq, ovqatları xeyir olsun, Allah sizdən razı olsun ki, bizi dəvət etmişsiniz, xidmət sizdə var. Təşəkkür edirik ustad. Bəli ustad, buyurun. Keçən dəfə icma barəsində danışmışdıq. Bəli. Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Sizin duanıza amin deyirəm. Allah təbarək və teala bizi Əhl-i Beytdən və Əli əleyhissalamın vilayətindən ayrı salmasın inşallah. Bəli, biz icmanın tərifi barəsində danışdıq və həmçinin icmanın əhəmiyyəti barəsində ki, onların nəzərinə əsasən əgər bizim qəti icmamız varsa, hər kəs bu icmanın əksinə gedərsə, o şəxs kafirdir. Və daha sonra icmanın dəlilləri barəsində danışdıq və bu ayəyə gəlib çatdıq ki, onlar Nisa surəsinin 115-ci ayəsi ya səhv etməsəm 80-cı ayəsi olmalıdır Nisa surəsinin. Orada bu məsələyə toxunurlar ki, yəni bu ayəni dəlil olaraq gətirirlər ki, Allah təbarək və teala bir növ səhabələri bizim üçün örnək qərar verib. Əlbəttə burada sadəcə səhabələr əldə olunurdu və onların yolu bizim üçün meyardır. Yəni sanki Həzrət Peyğəmbərin yolundan əlavə bir dənə də yol var, o da sahabələrin yoludur. Və bu o deməkdir ki, onlar nə desə bizim üçün nə olmalıdır? Əgər icma eləsələr, bilsək ki, bu sahabələr bu nəzərdədirlər, bu etiqaddadılar, sən onun əksini desən, yəni Həzrət Peyğəmbəri incitmiş olursan. Və biz dedik ki, bu yanlış düşüncədir, ümumiyyətlə ayə buna dəlalət eləmir və İbn Həzmdən oxuduq. İcazənizlə bu günləri böyük şia alimi Əllamə Təbatabayidən bir dənə bu barədə söz oxuyaq, çox dəyərli məsələlərə toxunur və bütün mən vəhabiləri, sələfləri dəvət edirəm ki, bu kitabı oxusunlar. Azərbaycan dilində də tərcümə olunub, səhv etməsəm 13-cü cilddə hətta tərcümə olunub. Heyfdir, həqiqətən baxsınlar o ayələr ki, irad bildirirlər bəzən şiələrə, görsünlər şia alimləri necə təfsir ediblər o ayələri. Əllamə o qədər gözəl izah edir və təqribən İbn Həzmin izahına yaxın bir şeydir. Və həmçinin Qəzali də, digər alimlər də bu cür izah ediblər ayəni. Yalnız İbn Teymiyyə bilirsiniz də öz nəfsinə uyğun, öz xeyrinə uyğun olaraq bunu gəlib belə izah edib. Deyir ki, fəl muradu, bu hardadır? 5-ci cild səhifə 82-dədir. Əlbəttə, mən 115-ci ayədədir. Nisa surəsinin elə 115-ci ayəsindədir. O dediyimiz ayə, hər kəs Peyğəmbəri incidərsə, əlbəttə incitmək deyil də, yuşalqeyin mənası, yəni müxalif olmaq, itaat etməmək. Əllamə də burada toxunur. Deyir ki, müşaqətə rəsul, Peyğəmbərdən ki, müxalif olurlar, nə deməkdir? Yəni, müxalif olmaq və ona itaat etmək. Bura qədər ki, aydın. Amma və yəttəbi qayrə səbil müminin, möminlərin yoluna tabi olmurlar. Yəni, qeyri-möminlərin yoluna tabi olurlar. Bəyanun axəru li müşaqətir rəsul. Bu, digər bir bəyandır Peyğəmbərə əziyyət eləmək üçün. Yəni, həmən Peyğəmbərə əziyyət eləyən deyir, Peyğəmbərə əziyyət eləyirlər. Yəni, nə edirlər? Möminlərin yolu ilə getmirlər. Yəni nə? Yoluna itaat eləmirlər. Yəni necə ki möminlər itaat edir, bunlar itaat etmirlər Peyğəmbərə. Baxın, vəl muradu bis-səbilil müminin itaətur rasul. Yəni deyir, ey möminlər, ey insanlar, bilin ki, sizin aranızda elələri var ki,
Peyğəmbərə əziyyət eləyir və möminlərin yolu ilə getmir. Yəni peyğəmbərə itaat eləmir. Bəli. Budur demək. Fə innə taatəhu taatullah. Çünki Həzrət Peyğəmbərə itaat etmək elə Allaha itaatdir ki, necə ki Nisa surəsinin 80-cı ayəsində deyir ki, "Mən yutu'ir rasul faqad ata'allah." Hər kəs peyğəmbərə itaat eləsə, Allahın rəsuluna itaat. Deməli, fəsəbilul mu'minin möminlərin yolu nədir? Bimahum mustami'un aləl iman ki, onlar iman üzərində toplanıb da huvel istima' ala ta'atillah və ta'ati rasul. Və ya istəsən deyir bu cür deyir, ala ta'ati rasul. Yalnız peyğəmbərin. Fə innə zalika huvel hafizu li vəhdəti səbilihim. Allah təbarək və təala demək istəyir ki, səbiliz yolunuz bir olsun, vahid olsun. Bu yolu qoruyub saxlayın. Əllamə deyir ki, eyni ilə bu ayə bu ayənin siyaqı kimidir. Yəni buna bənzəyir. Bu nəyi demək istəyir? Və keyfə təkfuruna, necə kafir olursunuz və entum tutla aleykum ayatullah, Allahın ayəsi sizə oxunur və fikum rasuluh və sizin aranızda Allahın rəsulu var. Və mən ya'tasim billah, hər kəs Allaha söykənərsə fəqat hudiyə ilə sıratun mustaqim. Bura qədər aydın. Ya eyyuhellezine amenu ittaqullah haqqa tuqati və la tamutunna illa və entum muslimun va'tasimu bihablillahi cemi'an və la təfərrəqu. Yəni istəyir burada ixtilaf düşməyin, onu demək istəyir bu ayə. Aydın oldu? Yəni ki, möminlərin yolu budur ki, itaat eləsinlər peyğəmbərə. Siz də bu yolla gedin. Burada məgər şey var, nəysə, nə bilim, onların xüsusi bir yolu var deyək. Bu hamısı yanlışdır və digər ayələr də var ki, deyir ki, elə bu ayə ona bənzəyir, mənası ilə buna qayıdır. Ya eyyuhellezine amenu izə tənacəytum fəla tətənaca bil ithmi vəl udvan. Əgər bir aranızda söhbət edirsinizsə, ismlə, udvanla şey eləməyin və məsiyyətur rasul peyğəmbərə qarşı çıxmayın. Bir və təqva ilə çeyin. Yəni ki, Həzrət Peyğəmbərə itaat edin. Bu aydın oldu, bunun üzərində çox qalmayaq. Özləri də baxa bilərlər. Allah təbarək və təala ağıl verib də bizə. Mənim sözüm bəzi o yeni deyək ki, sələfliyə başlayan, yeni vəhhabiliyə gələnlər barəsindədir ki, özünüz məlumat toplayın. Görün hələ, gedin oxuyun. Görün düz deyir yoxsa yox. Biz dəfələrlə onların böhtanlarını göstərmişik, amma təəssüf olsun yenə xeyri olmayıb. Hər halda ikinci dəlil nədir? Etibar müəllim. İkinci dəlil rəvayətlərdir. Bu rəvayətlərin içində biz dedik əsasən İbn Teymiyyə toxunur. İbn Teymiyyə deyir ki, bizim dəlilimiz var ki, səhabələrin ya sələfin deyək də icması höccətdir. Deyirəm ki, hansı dəlil əsasında? Deyir, baxın, hədis var. Fə innəl ümmətə, bu oxuyacağım kitab Məcmul Fətavadandır, 20-ci cild səhifə 10-da. Gəlib deyir ki, fə innəl ümmətə, ümmət la təstəmi'u alə dalalətin. Ümmət zəlalətə toplanmaz. Yəni bir ümmət deyəndə burada təbii ki, məqsədi o sələfdir, səhabələrdir, ən azı səhabələrdir. Bu hədisdir ki, ümmət toplana bilməz. Əvvəla bu hədisin sənədi barəsində ciddi ixtilaflar var və hətta nə qədər əhl-i-sünnə alimləri bu hədisi qəbul etməyib. Mən birinə işarə eləyirəm və hətta bu hədisin sənədini qəbul etsək belə bu hədisin dəlaləti doğru deyil. Kimindən oxuyuram bu məsələni? Nəvəvidən. Nəvəvi böyük əhl-i-sünnə alimidir. Nəvəvi baxmayaraq ki, bəzi məsələlərdə, məsələn, Əsqalani kimi, Baqilani kimi bəzi alimlər ki var, Beyhəqi daha doğrusu, çünki Baqilənin qəbul eləmirlər. Beyhəqi kimi bunlar baxmayaraq ki, bir növ əşəriyə meyillidirlər, əşəri etiqadına, amma bu şəxslərdən çox istifadə edirlər. Məsələn, hətta onlara sual verirlər ki, niyə Nəvəvi ki, bəzi məsələlərdə müxalif olub sələfləri, onların nəzərinə əsasən əhl-i-sünnə vəl cəmaəyə? Niyə onun deyək ki, kitablarından istifadə edirsiniz, çox istifadə edirsiniz və Əsqalani, xüsusilə Nəvəvidən Əsqalani və Beyhəqi də elə onun içində. Deyir ki, və cavablarında görmüşəm, məsələn, Osman Əl-Xəmis və digərləri ki, müasir alimlərdəndir də yaşayırlar. Səbəb budur ki, çünki onlar elə əhl-i-sünnə vəl cəmaə olublar. Sadəcə bir-iki məsələdə insan da məsum deyil ki. Baxın, insan da məsum deyil. Harda gördülər artıq özləri üçün bir dənə sistem qurublar da, o sistemi də kim verib onlara? Müəyyən qədərin Əhməd ibn Həmbəl verib və qalanın da İbn Teymiyyə verib. O, oradan çıxmaq olmaz, onu pozmaq olmaz. Nəvəvi 13-cü cilddə şərh yazıb, Müslimə ən mötəbər şərhlərdən biridir. Demək olar ki, ən mötəbər şərh budur Müslimə.
Nəvəvinin şərhi 13-cü cild səhifə 65-də. Burada əvvəl gətirir, bəhs eləyir. Deyir ki, mənə qalsa o hədislər ki, deyək ki, istinad olunub icmanın hüccət olması üçün ən mötəbər hədis budur mənə görə. Hansı hədis onu oxuyum, o da maraqlıdır. Hədis budur ki, Həzrət Peyğəmbərə nisbət verirlər. La təzalu taifətun min ümməti zahirinə aləl haqq la yadurruhum mən xalifahum. Yəni mənim ümmətim həmişə haqqın üzərində olacaqlar və onlara müxalif olan onlara zərər vurmayacaq. Buradan hardan icma sübut olunur? Çox maraqlıdır ya. Yəni bunun zahiri budur ki, yəni bunlar mənim ümmətim haqdırlar da, yəni çünki İslama şeydirlər bunlar. İslam yolundadılar və bunlara müxalif olan, çünki bunlar itaat edirlər kimə? Allaha, Qur'ana, sünnəyə. Ona görə kim bunlardan müxalif olsa, bunlara zərər vura bilməz. La yadurrukum. Quranda ayə var, əgər siz hidayət olsanız, sizə heç bir kəs ziyan vura bilməz. Bu da elə ümumi məsələni demək istəyir, amma bu deyir ki, yox, bu dəlildir. Dəlildir ki, baxın, yəni icma hüccətdir. Deyir, bu ən gözəl dəlildir. Hətta burada gətirir, deyir, ən gözəl dəlil budur. Çox gözəl. Yaxşı, bəs digər hədis barəsində nə deyirsən? O digər hədis barəsində deyir ki, mən digər hədis barəsində deyirəm ki, bu hədis kəman la təzillu, növbəti səhifədə deyirdi, elə bunu növbəti səhifəni gətirim. Deyir ki, bu hədis ki, mənim ümmətim azğınlığa düşməz. Bu hədis zəifdir. Nəvəviyə görə bu hədis zəifdir. Növbəti ilə səhifədə bunu deyir. Hər halda, bura qədər ki, aydın oldu. Bu, yəni, rəvayət həm sənəd baxımından iradı var bunun, həm baxımından. Məfhum baxımından. Məfhum baxımından necə iradə var? Baxın, bu deməli neçənci səhifədə? Bu 68-ci səhifədə bu məsələyə işarə edir. Baxın, bu oxuyum. Və əmma, bunun ekranı versinlər inşallah. Və əmma hədisu la təstəmi'u ümməti alə dalalətin fəzəifun. Bu hədis zəifdir. Bu hədisi biz qəbul etmirik. Yaxşı. O mətin baxımından da şeydir. Niyə? Çünki siz ki, gəlib deyirsiniz, yəni dəlalət baxımından daha doğrusu, hədisi araşdıranda bir sənəd baxımından araşdırırlar, bir də ki, dəlalət baxımından. Siz ki, gəlib deyirsiniz, ümmət toplaşmaz, yəni zəlalətə toplaşmaz. Məqsədiniz hansı ümmətdir? Sahabələrdir də ən azı. Siz ən azı əgər onların, baxın, necə? O vaxt bu haqq olar, doğru olar ki, bunların içində məsum olsun, ya məsum olsun. Bunlar məsum olsunlar. Ona görə də maraqlıdır. Ona görə də bəziləri çox maraqlıdır. Gəlib deyiblər ki, düzdür, tək məsum deyirlər sahabələr. Amma icması məsumdur. Diqqət edirsiniz. Yəni, bu sözdür ya, başqaları bu sözü demir. Yəni, necə deyərlər, biz baxsaq görərik ki, bunu İbn Useymin deyir və inşallah oxuyacağıq. Yəni, xülasə, bunların eləməsi, zəlalətə olması ola bilər, nəyə əsasən olsun? Quran ayələrinə əsasən olsun, hədisə əsasən olsun. Amma bu dəlil deyil ki, bunların xüsusi bir yolu var, xüsusi bir fəhmi var. Bu qədər, buna dəlalət edir, amma hüccət olmasına heç bir dəlalət eləmir. Hər halda, əlbəttə, mən o şeyi də oxuyaram, inşallah, qabaqda gələcək, oxuyacam o şeyi. İbn Useymindən deyir ki, axı, İbn Teymiyyə xüsusi bir sistemi var da, balaca adam deyir ki, çox bilmiş idi də. Sistemi budur ki, isməti şərt bilmir. İmamət məsələsində filan. Məsum ümumiyyətlə, heç Həzrət Peyğəmbəri məsum bilmir. Ümumiyyətlə, Peyğəmbər səhv eləyə bilər. Lakin, əməli baxımdan gəlib səhabəni nə hesab eləyir? Məsum hesab eləyir. Niyə? Çünki deyir ki, onların yolu ilə getmək lazımdır mütləq. Yəni, bu nə demək məsumdur? Yəni, mən ehtimal verə bilərəmmi ki, bütün sahabələr səhv yolu getsin? Yanlış başa düşsün? Deyir ki, yox. Yox, yəni nə? Yəni, məsumdurlar. Yəni, səhv başa düşə bilməzlər. Anlaya bilməzlər. Yəni, səhv anlaya bilməzlər. Ona görə İndi oxuyacaq inşallah. Onlar dəfələrlə deyirlər ki, necə ola bilər ki, sən sahabədən yaxşı bilirsən. Bu nə sualda verirsən? Məsələn, bəzən sual verəndə
Məsələn deyək ki, Allah filan işi görəndə niyə belə görmədi? Məsələn sual verirsən, deyir, "A bu sualı görələm sahabelər verib." Yox. Sən onlardan çox bilirsən. Baxın. Yəni ümumi götürəndə etiqadı bu deyil, sahabelər məsumdur. Bəli. Amma praktik olaraq, əməli olaraq sahabeləri məsum hesab edir. Müasir zamanda üzr istəyirəm. Məsələn bir sual çıxıb qarşıma, sual verim, sahabə bu sualı verməyib. Yox, olmaz. Olmaz. Bəli, bəli. Maraqlı bir şey. Yəni bu sual nə sualdır? Məsələn o suallardan biri budur ki, məsələn Allah Təbarək və Təala biz dəfələrlə bu sualı vermişik. Allah Təbarək və Təala ərşə istiva etməzdən öncə hardaydı? Məsələn. Deyirlər bu sualı niyə verirsən? Bu sual şeydir. Şeytani sualdır bu sual. Cavab yoxdur deyə. Çünki sahabelər bunu verməyiblər bu sualı. Məgər sahabelər bilmirdilər. Belə. Bu ikinci dəlil idi ki, bu istəyir işte həm sənədi baxımından müşkülü var bunun, həm də dəlalət baxımından bunun müşkülü var. Çox gözəl. Yəni hər halda ən azı bunlar ki deyirlər la təctəmi'u ümməti, mənim ümmətim toplanmaz azğınlığı. Ümmətdən burada məqsəd nədir? Əgər desəz ümmətdən məqsəd bütün ümmətsə, bunu ki qəbul eləmirsiniz. Deməli siz ümmətdən məqsəd o birinci, ikinci, üçüncü əsrdə. Niyə olar? Niyə olar? Ən azı isməti sən ora əlavə eləməsən mümkün deyil. Eləmək, qəbul eləmək. Ona görə bizim etiqadımıza əsasən Həzrət Peyğəmbərdən sonra gərək bir nəfər şəxs məsum olaydı. Ən azı dini marifi anlamaqda və onu insanlara çatdırmaqda. Mən biləm ki, həqiqətən 23 il ki Peyğəmbər əziyyət çəkdi, bu mənə gəlib çatan din eyni Peyğəmbərin istədiyi dindir. Bu nə vaxt əmin olmalıyam? O vaxt ki bu şəxs məsum olsun. Və Allah Təbarək və Təala da bunu zəmanət verməlidir, onun hikmətinə uyğundur. Yəni hikməti bunu tələb edir ki, belə insan olsun, belə insan xəlq eləsin və qoymasın, təhrif olsun din. Və biz görürük də, hərəsi bir dənə söz deyir, məsələn, Əbu Hüreyrə meydan oxuyur. Gəlib soruşur, deyir, bir dənə məsələ deyir, soruşurlar ki, Əbu Hüreyrə bunu hardan deyirsən? Deyir ki, bu mənim kisəmdəndir. Məlumdur da, təbii ki, at oynadacaqlar meydanda. Niyə? İstədikləri kimi hədis uyduracaqlar. Hədis uydurma nədən yarandı? Elə belə şeylərdən yarandı da. Rahat şəkildə. Amma biz bilsəydik, Həzrət Peyğəmbər təyin eləyib, inşallah deyəcək ya, toxunacaq onlara görə, İbn Teymiyyə görə təyin eləyib. Təyin eləyib və bu şəxs məsum olmalıdır, elmli olmalıdır. Gözəl hədisdə buyurdunuz, mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Tamamdır, artıq məlum olur ki, mən kimə müraciət eləməliyəm? Ən gözəl hədisimiz Səqələyn hədisidir. Mən sizin aranızda 2 böyük əmanət qoyub gedirəm. Bunlardan yapışsanız məndən sonra azmazsınız. Tamam, azmazsınız. Amma niyə mən gedirəm Əbu Hüreyrənin sorağına və digərlərinin sorağına? İkinci dəlil də bu. Üçüncü dəlili nə deyim? Üçüncü dəlili maraqlıdır. Üçüncü dəlili budur ki, deyir, din kamildir. Həzrət Peyğəmbər nə lazım idisə hamısını dedi. Və mümkün deyil deməz. Məsələn, bu kitab Əl-Fətval Həməviyyədir, Həməviyyətül Kubra İbn Teymiyyənin səhifə 177-də müxtəlif yerlərdə deyir. Deyir, mümkün deyil əqli baxımdan, dini baxımdan ki, Peyğəmbər ki, Siracı Munirdir, işıq idi, nur idi, neynəsin ki, insanları zülmətdən işığa çıxadırdı, gəlib deməsin bunları. Bu bəhsə, dini məsələləri onlara şey eləməsin və məsələn, o şeylər ki, ixtilaf yarada bilər, onları izah eləməsin. Mümkün deyil. Və digər yerdə də yenə də gəlib bu məsələyə işarə edir ki, فَكُلُّ مَا يَحْتَاز bu hardadır? Bu da kitab-ı Dur-u Təaruzul Əql və Nəql ki, maraqlı kitabdır. Maraqlı bu mənada ki, yəni burada elmiyyət kim bu kitabı oxusa, bilər ki, İbn Teymiyyənin elmi səviyyəsi nə həddədir bu kitabı oxusa. فَكُلُّ مَا يَحْتَاجُ النَّاسِ إِلَى مَعْرِفَتِهِ İnsanın o dini tanımağa ehtiyacı var da, nə qədər ehtiyacı var? Etiqadı baxımından, təsdiq etmək baxımından filan. Həzrət Peyğəmbər hamısını şəffaf şəkildə deyib. Hamısını şəffaf şəkildə deyib. Əlbəttə bu şey iddiadır ya, yanlış iddiadır. Bizim etiqadımıza əsasən bəli deyib. Amma əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti burada məqsəd deyib ki, siz azmayasınız deyə, həqiqi dini anlayasınız deyə müraciət eləyin. Vilayət. Vilayətə qoyurlar kənara, deyirlər yox. Hamısını yəni cüz'iyyata qədər deyib. Həzrət Peyğəmbər 23 il müddətində elə çox vaxt müharibələr orada burada
bütün məsələləri ki deyə bilmirdi. Üzr istəyirəm, peyğəmbər bütün cüziyyəti deyib, amma mən özümdən sonra kimə gedib müraciət edirəm, onu deməyib də. İndi Bunların əqidəsinə görə bəli, cüziyyəti deyib və bir növ səhabələrdir də. Mən səhabələrə müraciət eləmərəm. Deməli bunlar indi deyəcək necə buna istinad eləyir. Və daha sonra deyir ki, bəli bu nə var idisə hamısını bəyan eləyib, bəlləğuhu çatdırıb və filan. Və digər yerdə də bu məsələyə işarə eləyir. Məcmuul Fətavada da gəlir deyir ki, fa'ulimə ənəhu Həzrət Peyğəmbər 5-ci cild səhifə 156-da bəlləğə cəmi'əd-din bütün dini çatdırıb. Əlləzi şər'əhullahu li'ibadi. Ki Allah təbarək və təala bütün dini çatdırıb. Daha sonra gəlib bura qədər aydın. Həzrət Peyğəmbər bütün dini çatdırıb. İndi sual yaranır, görəsən şeylər necə? Bu dini anlayanlar necə? Yəni sahabelər bütün dini anlayıblar, deyir, bəli, bütün dini anlayıblar. Mümkün deyil, onlar ələmdirlər. Necə ola bilər ki, Peyğəmbərin yanında olsun, anlamasın? Deməli, onların sözü höccətdir. Mənim üçün. Elə ona görə də bunlar gəlib deyirlər ki, müctəhidlər iki qismə bölünürlər. Ya belə deyək də, bəs bu müxalifətlər ki, görürük ya şeylər arasında, sahabelər arasında bu nə cürdür? Deyir ki, iki qismə bölünür. Bəzi müxalifətlər ictihaddan yaranıb, bəzi müxalifətlər ictihadsız yaranıb. Nümunə vururlar. Bu kitab ki oxuyuram İbn Useyminin kitabıdır. Əl-Əqidətul Vasitiyyə. Əl-Əqidətul Vasitiyyə kimin kitabıdır? İbn Teymiyyənin. Yığcam etiqadi kitabdır da. Elə bir ki, etiqadi məsələləri yığcam formada deyib. İbn Useymin də ki, müasir sələfilərdəndir, vəhabilərdəndir və dünyasını dəyişdi, əlbəttə dəyişib. Onun bu kitaba yazdığı şərhdir və hətta deyirlər ki, müasir dövrün İbn Teymiyyəsi olub. İbn Useymin. Ki, çox sevilir. Orada gəlib deyir ki, axı ixtilaf var bu sahabələr arasında filan. Deyir ki, axı onun nəzərinə əsasən gərək sahabələr arasında ixtilaf olmasın. Çünki Həzrət Peyğəmbərdən bütün dini alıblar, olduğu kimi alıblar, anlayıblar. Deyir, ixtilaf iki qismə bölünür. Bəzi ixtilaflar var, rəy əsasında olub, ictihad əsasında olub, bəzi ixtilaflar ictihad əsasında olmayıb. Məsələn, nümunə vurur, maraqlıdır. Məsələn, nümunə vurur ki, Muaviyyə ilə Əli əleyhissalam arasında olan ictihad. Bu ictihad Muaviyyənin ictihadı idi. İctihad elədi, sadəcə xəta elədi. Ona görə bir dənə savab alır. Təsəvvür edirsiniz, neçə min insan qırılıb, Əli əleyhissalam tərəfindən şəhid olub, o tərəfdən ölüb. Amma deyir ki, Əmmar kimi şəxs olub. Deyir ki, o da haqqı idi, amma Əli haqqa daha yaxın idi. Və hətta deyə bilərik ki, Əli haqqın özü idi hətta ki, əqrabu iləs-savab. Yədullu alə ənə Əliyyən əqrabu iləs-savab. Niyə? Çünki Həzrət Peyğəmbər buyurmuşdu ki, ey Əmmar, təqtuluhu əl-fiətul bağiyyə. Çünki Əmmarı o azğın bir qrup öldürəcək. Deməli, kimdilər onlar? O azğın qrup kimdir? Azğın qrup səhabə. Kimin səhabəsi? Muaviyyə. Muaviyyə özü yox. Muaviyyənin səhabəsi. Bu da aydın oldu. Yəni, və digərləri, bəziləri isə şey eləyiblər, günah eləyiblər, səhv eləyiblər. Bunlar günahı nəyə görə eləyiblər? İctihad üzrdən yoxdur. Məsələn, bəziləri yalan danışıb. Məsələn, Həssan ibn Sabit, nə bilim, filan adlarını da gətirirlər. Məsələn, Ayşə xanıma ifk məsələsi, o böhtan atıb və çoxları da bəziləri söyüb, bəzi. Hər halda onlar artıq ictihad deyil də. Onlar səhvdir. Amma bu ona dəlil ola bilməz ki, biz qəbul etməyək. Yenə də burada böyük bir dənə problem yaranır. O böyük problem budur ki, baxın, indi ona görə mən deyəcəm ki, İbn Useymin niyə çalışır, zəhmət çəkir, özünü zəhmətə salır. Böyük problem budur ki, hətta biz qəbul edək ki, bütün məlumatları Allahın Rəsulü çatdırıb kimə? Sahabələr. Çox gözəl. Sadəcə sual budur ki, səhabələr bunu anlamaqda məsumdurlar yoxsa yox? Doğru anlayıblar yoxsa yox? Bu bir. İki, hətta deyək ki, doğru anlayıblar. Aya, doğru bizə çatdırıblarmı? Olduğu kimi bizə çatdırıblarmı? Bunun üçün bir zəmanət varmı? Qəti şəkildə biz deyə bilərik ki, bizə çatdırıblar olduğu kimi. O vaxt deyə bilərik ki, məsum qəbul edək onu. Çünki ehtimal var mənə olduğu kimi çatdırmasınlar. Çünki var idi elələri içində, var idi dünya pərəst idilər filan. Ehtimal var da. Bəli, ehtimal var olduğu kimi də çatdırsınlar. Amma ehtimal var olduğu kimi çatdırmasınlar və ya hətta ehtimal var ki, Peyğəmbərin sözünü səhv başa düşsünlər. Nə qədər ki, var, tarixdə də var ki,
Məsələn, bir sahabə deyir ki, peyğəmbər belə dedi, məqsədi bu idi. O deyir, yox, məqsədi bu idi. İxtilaflar nədən yaranır ki? Fəhm. Fərq edir də. Bir dənə ustad bir söz deyir, bəzən söz deyək ki, dəqiq olur da, biri başqa cür başa düşür, biri başqa cür başa düşür. Tələbələrdən, şagirdlərdən. Ona görə də İbn Teymiyyə məcburdur gəlib isməti salsın ortaya. Ki desin bunlar məsumdur. Amma özü eləmir axı. Niyə eləyə bilmir? Çünki onun o qurduğu sistem ki var, sistem ona icazə vermir. Özü üçün sistem qurub ki, lazım deyil məsum olsun. Bəs nə edir? Nəzəri baxımdan bu bəhsə daxil olmur. Amma praktiki baxımdan deyir ki, xeyr, bunlar şeydirlər, ittifaq ediblər. Baxın, yəni ismət sözünün dilinə gətirmir ha. Demir bunlar məsumdular. Amma deyir ki, onların yolunu getmək lazımdır. Xüsusiyyətin deyir ismət. Amma İbn Qəyyim, onun tələbəsi və digər vəhabilər artıq etiraf elədilər ki, xeyr, onlar məsumdular. Məsələn, baxın, deyir İbn Useymin elə həmən kitabıdır, bayaq oxuduğumuz kitabdır, Əl-Əqidətül Vasiti, orada ki, deyir, şeylər iki qrupa bölünürlər, səhabələr, bəziləri ictihad üzündən eliblər. İbn Teymiyyənin sözünü gətirir, bu qırmızı hərfdən yazılan İbn Teymiyyənin sözüdür bu. Və hum ma'zalik la ya'taqidun anna kull wahid min as-sahabə ma'sumun min kibaril ismi və sahabə. Biz qəbul edirik onların nəyini? Sözünün hüccət olmasını. Amma buna baxmayaraq onların hər biri böyük və kiçik günahdan məsum deyirlər. Bunu kim deyir? İbn Teymiyyə. Amma ki, niyə? Çünki hədis var ki, bütün bəni Adəm, kullu bəni Adəm xəta eləyə bilər və ən gözəl xəta edən tövbə edəndir ki, hədis var. Aşağıda da hədisin nömrəsini yazıb. Əhməd bunu nəql edib, Tirmizi də nəql edib və filan kəslər. Bura qədər aydın. Çox gözəl. Amma gələk görək İbn Useymin nə deyir? İbn Useymin deyir ki, vəlakinnəl ismətə fi icmaihim. Axı, isməti düzəltməsələr alınmır. Onların sözünün hüccət olması alınmır. Deyir, ismət onların icmasındadır. Yəni, bunlar düzü tək-tək günah eləyə bilərlər. Böyük günahdır, kiçik günahdır. Amma icmaları ki oldu, icmalarında günah eləyə bilməzlər, məsumdular. Fəla yumkin, mümkün deyil. Ən yəcmə'u əla şeyin min kəbair-zunu və səğairha fəyəstəhilluha əv yəf'aluha. Mümkün deyil, böyük günah olsun. Onlar gəlib bunu halal bilsinlər. Ya kiçik günah olsun. Məgər İbn Hüseymdən soruşmaq lazım idi, onun tələbələrindən soruşuruq. Məgər burada biz deyirik səhabələr ancaq böyük günahlara toplanacaqlar. Ya kiçik söhbət budur ki, səhabələrin məgər siz əsasən Allahın xəbəri sifətlərini düzəltmək istəmirmisiniz ki? Onlar deyirlər, indi oxuyacaq inşallah bu gün ya növbəti bəhsimizdə ki, onlar üçün əsas xəbəri sifətlərdir, önəmli. Bu xəbəri sifətləri necə anlayıblar, bəhs budur. Fəhmlərində səhv ola bilər. Biz demirik ki, onlar hətta deyək ki, lap bu cəhətdən məsumdular. Nə baxımdan heç vaxt onlar icma eləyə bilməzlər, bir günaha halal deməzlər. Yəni, məsələn, vacibə haram deməzlər, harama vacibə. Bu qədər aydın. Sadəcə fəhmdədir məqsəd ki, bunlar fəhm ki eləyiblər, etiqadları ki var, bu etiqadı düzgün fəhm eləyiblər. Burada ismətləri var və bu bir, iki, bu etiqadları ki bizə çatdırıblar, düzgün ötürüblər yoxsa yox. Önəmli budur. Önəmli bu deyil ki, onlar biz elə bir ki, ona görə qəbul eləmirik ki, çünki bunlar ola bilər filan əməl haram olsun, bunlar halal deyələr. Ya filan əməl vacib olsun, bunlar məsələn vacib deməyələr. Bizim bəhsimiz bu deyil. Əsasən biz nə üçün onların sorağına gedirik? Əsasən bu etiqadi bəhslərdə onların sorağına gedirik. Əlbəttə bəzilər qeyd vurublar, ha, deyiblər ki, etiqadda onların sorağına getmirik. Bəhslər bu qeydə vurublar çünki qorxurlar. Bəs nə edirik? Fiqhi məsələlərdə. Fiqhi məsələlərdə onların sorağına gedirik. Yenə də bu iddiadır. Məsələn, baxın, hansı dəlilə əsasən isməti ismətdən sübut eləyir? Deyirəm ki, niyə məsumdular? Deyir, çünki mümkün deyil ki, onlar toplansınlar bir cücü. Deyirəm, niyə? Deyir, çünki məsumdular. Bu olmadı ki, sən gəl bir dənə Quran ayəsi gətir, bir dənə hədis gətir ki, desin ki, bunlar icma eləsələr, bunların icmasının isməti var.
Amma heç bir dəlil gətirmirsən, sadəcə deyirsən ki, bunlar mümkün, fəla yumkün. Niyə fəla yumkün? Hardan deyirsən ki, mümkün deyil ki, bir şeyə böyük və kiçik günahı bunlar icma eləsinlər və onu halal bilsinlər və onu yerinə yetirsinlər. Hardan deyirsən mümkün deyil? Bunu deyil, sübut elə. Yenə də deyirəm, deyir çünki məsumdurlar. Həmin o dairə yaranır da biz deyirik məsələn ona dövr deyirik. Təqribən nə qədər qalır vaxtımız? Hardasa 2 dəqiqə yoxsa. Deməli biz dedik ki, bu əvvəla icma sübut olunmalıdır, ikinci hətta sübut olunsasa ismət bəhsi. Və bəzi dostlar da gözəl buyururlar həqiqətən. Bəzən olur ki, biz icma görürük. Hətta onların bizim nəzərimizə icma gəlir. Məsələn, biz bəhs eləyəcəyik. İbn Teymiyənin 4-cü dəlili Əbu Bəkirin seçilməsidir. Ki deyir çünki orada icma var idi. Çünki orada icma var idi. Əvvəla orada icma yox idi, bu bir. Hətta icma olsaydı, bu icma Peyğəmbərin nəslinin xilafına idi. Çünki Həzrət Peyğəmbər Qədir Xumdad və dəfələrlə Əli əleyhissalamın xilafətini demişdi, bəyan eləmişdi. Deməli biz tarixə baxanda müraciət eləyəndə əvvəl elə bir icmanı görmürük ki, hamısı icma eləsinlər. Və hətta sizin iddia etdiyiniz icmaların içinə baxırıq. Görürük ki, o icmaların içində Peyğəmbərin dediyini qarşısına çıxırlar. Ya məsələn dediyin əksinə gedirlər. Ya məsələn gəlib o 2 dənə mütə məsələsi o həccdə o əməl eləyirlər və mütəni haram elədi, deyir Peyğəmbərin zamanında idi. Mən elədim, haram elədim və sanki buna bir növ icma oldu. İmam Əli əleyhissalam gələndən sonra bunu tərk etdirmək istədi. Dedilər va Ömərə və sünnətə. Deməli icma ola bilər, hətta bəzən biz tarixdə görürük, icma var, amma icma yanlışdır. Sizin iddia etdiyiniz icmaya əlbəttə biz icmanı qəbul eləmirik. Çünki özünüz də bilirsiniz ki, onlar özləri də bilirlər Bəni Səqifədə orada neçə nəfər adam var idi, kimlər yox idi, hamısını özləri yaxşı bilirlər. İnşallah 4-cü dəlil ki, Əbu Bəkirin seçilməsidir. O barədə növbəti verilişimizdə danışarıq. İnşallah. Təşəkkür edirik. Allah elminizə bərəkət versin. Bəli, dəyərli izləyicilər, bu gün də verilişimizin sonuna çatdıq. Allah bizləri Əhl-i Beyt yolundan ayrı salmasın. Allahın amanında qalın.